Mən bugün sizə insanlarda ən çox olan aritmiya növü olan səyrici aritmiya haqqında danışacağım. Səyrici aritmiya, ümumiyyətlə aritmiyalar ikiyə bölünür. Qulaqçıq aritmiyaları və mədəcik aritmiyaları. Mədəcik aritmiyalar bildiyiniz kimi öldürücü aritmiyalardır. Qulaqçıq aritmiyaları isə bizi öldürməz. Hətta çoxu zaman biz buna fikir verməyib həkimə getməyə bilərik, hələ də dözümlü insanıq, amma insanda ürək çatışmazlığı, insult yaradan və insanı təngənəfəs edən, yoran və süründürən bir xəstəlikdir. Onun üçün bunun necə olduğunu mən sizə izah edim və daha sonra da bunun qarşısının alınması və təhlükələri barədə danışam. Normalda bilirsiniz ki, bizim kardioqramada gördüyümüz iki dalğa var. Burada bir kiçik P dalğası dediyimiz dalğa var. Daha sonra da mədəciyin dalğası var. Yəni, ürəkdə impuls əslində 4 kameradan belə çəkib görsətsəm, bu bizim ürəyimiz 4 kameradan yaranır. Ürəyin sol qulaqçıq, sol mədəcik, sağ qulaqçıq, sağ mədəcik. Hamınızın bildiyi kimi ürəyin sol tərəfində təmiz qan olur. Təmiz qan şah damar vasitəsilə bütün bədənə oksigeni verir. Karbon qazını alanda bu qan olur kirli qan və gəlib sağ qulaqçığa tökülür. İndi ürəyin işləməyi üçün damarlar, əzələlərdən başqa bir də elektrik sisteminə ehtiyac var. Necə ki bizim evimizin divarları, su xətti, qaz xətti var. Bir də evimizə girmək üçün, fəaliyyətin başlamağı üçün evə girəndə bir düyməyə basıb evin işığını yandırmalıyıq. Ürəyimizin işığı isə burada bir sinoatrial düyüm deyilən bir düyündür ki, bu buradan ürəyin içinə impulsları yollayır, qulaqçıqları işləyir. Daha sonra ana xətt mədəciyə gəlir ki, bu AV düyümdür, atrioventrikulyar düyüm və buradan da mədəciklərə impulslar gedərək qulaqçıqların və mədəciklərin bir-birlərini təqib edəcək şəkildə və sağ mədəcik və sol mədəciyin sinxron yığılaraq qanı eyni anda orqanlara atmağı işləyəcək şəkildə ayarlanmışdır. Yaş artdıqca bizdə səyrici aritmiya deyilən bir aritmiya növü yaranır ki, bunun da müxtəlif səbəbləri var. Təzyiq, şəkər, ürək damar tutulması, yaş artdıqca ürəyin elastikliyinin pozulması. O zaman nə olur? Sol qulaqçığın yığılma qabiliyyəti pozulur. Daha doğrusu, sol qulaqçıqda birdən çox yerlərdən elektrik impulsları çıxır ki, normalda bir impuls gəldiyi zaman qulaqçığımız yığılırdı, amma burada yüzlərcə impuls gəldiyi üçün qulaqçıqlar titrəyir. Titrədiyi üçün tam bu şəkildə yığılıb, qanı sol qulaqçıqdan sol mədəciyə, sağ qulaqçıqdan da sağ mədəciyə ata bilmir. Bir kərə bunu ata bilməyəndə nə olur? Ürəyimizin gücü düşür. Çünki qulaqçıqların yığılıb, qanı mədəciyə atması ürəyimizdəki atımın təxmini 25%-ni təşkil edir. Və bu qanı ata bilməyəndə səyrici aritmiya ürək çatışmazlığına gətirib çıxarır. Nə olur? Sol qulaqçığa gələn qan ağciyərlərimizdən təmizlənib gələn qan olduğu üçün, bu qan ağciyərlərdə yığıldığı üçün bu insanlarda təngənəfəslik və yaxud da ki, yol gedə bilməmək, tez yorulma yaranır. Və qulaqçıqlar yığılmadığı üçün səyrici aritmiyanın kardioqramasında burada gördüyümüz P dalğası olmaz. Çoxlu QRS dediyimiz mədəcik dalğaları görürük və bunlar tamamilə düzənsizdir. Bunu biz nəbizdən hiss edə bilərik. Onun üçün də səyrici aritmiyada bu gördüyümüz qulaqçıq ritmi olan P dalğası olmur, qulaqçıq yığılmır və bu ürək çatışmazlığına gətirir. İkinci böyük problemimiz nədir? Ürək orqanları yığılıb içindəki qanı atır və bu halda olanda ürəyin içində tromb yarana bilmir. Amma sol qulaqçıqda, xüsusilə də sol qulaqçığın seyvanı dediyimiz burada kiçik bir cib var ki, bu aritmiya olduğu zaman burada çoxlu miqdarda tromblar yaranır. Və bizim bildiyimiz insultların 20-25%-nin səbəbi bu qulaqçıqdan atan tromblardır. Səyrici aritmiya olan insanlarda insult riski normal insanlara görə 5 qat artıqdır. Bir başqa olan şey nədir? Birincisi, səyrici aritmiya müalicəsində səyrici aritmiyanı biz düzəldə biliriksə, bu ritmi elektroşok və yaxud da bugün ablasiya dediyimiz aritmiya ocaqlarını yandıraraq düzəldə biliriksə, bunu düzəltməliyik. Əgər bu şansımız yoxdursa, nəbzi azaldıcı dərmanlar verməliyik ki, ürək
daha az işləsin, enerji olan tələbatı azalsın. Müalicədə təbii ki, sidikovcular filan da veriləcək o öz yerində. Müalicədə ikinci önəmli şey nədir? Bilirsiniz, ürək çatışmazlığı bir şəkildə müalicə ilə nəzarət altına alınır, amma insult olduğu zaman bu insanlar şikəst, yatağa möhtac, başqalarına möhtac olurlar ki, bu da həyat müddətlərini və həyat keyfiyyətini azaldır. Və bizim insanlarımız və bir çox həkimlər qan durulduzcu dərman olaraq aspirin növü, antiaqreqan dediyimiz qanı duruldan dərmanlar verirlər. Baxın, bu qrup dərmanlar bu trombları əritməkdə yetərsizdir. Bunun üçün xüsusi dərman qrupu var ki, faktor 10A inhibitörləri. Bu yadınızdadırsa, pandemiya dövründə bizim istifadə elədiyimiz rivaroxaban tərkibli və yaxud da apsiksaban tərkibli dərmanlar ki, buradakı apsiksaban, rivaroxaban o XA10A inhibitörü deməkdir. Səyrici aritmiyada insultun qarşısını alacaq şey budur. Başqa önəmli şey nədir? Biz səyrici aritmiyanın insulta səbəb olmağının qarşısını almaq üçün bu dərmanı atdığımız zaman özümüzdə heç bir yaxşılaşma hiss etmirik. Çünki bu bizə heç bir şey dəyişdirmir. Biz bunun faydalı olduğunu bu qrup dərmanların ancaq və ancaq insult olduğumuz zaman geriyə dönüb baxdığımızda kaş ki o zaman bu dərmanı içsəydik, bu olmasaydı dediyimiz zaman başa düşürük. Onun üçün səyrici aritmiyanız varsa birinci növbədə bu aritmiyanı müalicə edib qurutmağa çalışalım. İkincisi, ürək çatışmazlığı, ritmi aşağı salıcı dərmanlarımızı istifadə edin və ən önəmlisi də doğru qandırıcı dərmanı və davamlı içməyimizi tövsiyə edirəm. Onun üçün də səyrici aritmiya əsrimizin ən böyük ürək pandemiyalarındandır və üzərinə düşüldüyündə və pasiyentlərin də bunun ciddi nəzarət altına aldıqlarında, buraxmadıqlarında həlli var.